2020-ci ilin iyununda Qarabağ yürüyüşü oldu. O Qarabağ yürüyüşündə bir məqam oldu. Və o məqam elə bir hiss yaratdı ki məndə, elə bil İlham Əliyevin Ramiz Mehdiyevə acığı tutdu. Yəni mən o vaxtları oralarda, o havalarda onu hiss eləyirdim. Nə idi o məqam? 2020-ci ilin iyununda Qarabağ yürüyüşü olanda, hansı ki bu əlbəttə iqtidarın razılığı ilə təşkil olunmuşdu və həm də dünyaya göstərmək üçün ki, xalq da müharibə istəyir, Qarabağı istəyir. Amma orada bir nüans oldu. Müəyyən bir hissə getdi deyəsən Milli Məclisin parlament binasına harasa girdilər və bax bu İlham Əliyevdə məncə Ramiz Mehdiyevə qarşı bir acıq yaratdı. Çünki orada elə bil nə isə kənar bir şey eləmək cəhdi oldu. Yəni elə bil nəbzini yoxladı. Hansı ki o çeviriş eləmək istəyənlər, hansı ki o hakimiyyətə gəlmək istəyənlər və burada da mən Ramiz Mehdiyev və cəbhənin izlərini gördüm. Onlar nəsə elə bir eləməyə cəhd elədilər, yaxud da nəbzi yoxlamaq istədilər. Alınmadı, amma bu da əlbəttə İlham Əliyevin gözündən qaçmazdı və oralarda bir nüans oldu. Yəni bu sırf 2012-13-ə gedən narazılıq deyil. Və sonradakı Putinlə arası pisləşəndə İlham Əliyev artıq bilir ki, hansı güvələrdən istifadə edərək ona zərbə vura bilərlər. Və indi o bütün bunların qarşısını almağa, yəni təhlükə böyüməmiş onun cücərtilərini məhv etməyə çalışır. Bunu da əlbəttə ki, bizə xeyri yoxdur. Nə Ramiz Mehdiyevin, nə onun idarə etdiyi müxalifətin, nə İlham Əliyevin etdiklərinin. Bizlər sadəcə kimlər ki, yaxşı yaşamaq istəyir, ləyaqətli yaşam istəyir, bax o insanlar ağıllanıb, birləşib, bu sistemi də, onun müxalifətini də arxivə göndərməlidir.